Mirvari Dilbazinin ey dünyanın saadeti, şirin sesli balalar. Ömrümüzün, günümüzün təntənəsi balalar. Mən sevirəm ana kimi sizi, əziz balalar. Ey göyərçin, al nəğməmi, dimdiyinə ana tək, uçub söylə uşaqlara, bayramınız mübarək. Əziz körpələr, əziz valideynlər, bugünkü günü mən çox gözləmişəm, bizim kollektiv çox gözləyir. Və uzun illərdir ki, biz sizin kimi körpələri, balaca fidanları hər il məktəbə yola salırıq. Bu il də növbəti bayramlarımızdan biridir. Mən sizə can sağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, siz bizim adımızı, Nağıl Es Uşaq Bağçasının adını həmişə uca tutasınız. Kollektivin əməyini həmişə özlərinizdə hiss edəsiniz. Və biz də sizə baxıb həmişə fərəhlənək. Hörmətli valideynlər, mən bugün təməli qoyulan təhsilinlə sizi təbrik edirəm. Qoy bu təhsilin ömrü uzun ömürlü olsun. Qoy bizim balalarımızınsa yaxşı günü, yaxşı sədası həmişə uzaq ellərdən gəlsin. Qoy Azərbaycanımızın adı həmişə uca olsun və biz öz balalarımızın xoşbəxt günü ilə, onların savadı ilə həmişə fəxr edək. Arzum budur ki, bizim bu balacalarımız böyüyəndə vətəninə ən yaxşı bir evlad kimi yetişsinlər və onların xoş günü bizim elə bir öz evimizin xoş günüdür. Mən onlara can sağlığı, uzun ömrü arzulayıram. Və bu bağçada uzun illərdir ki, mən koordinator kimi işləyirəm və bu bağçada təhsil alan uşaqların həmişə xoş sədası bizim kollektivi həmişə sevindirir. Mən həmişə fəxr edirəm ki, mən Azərbaycanlıyam və bizim övladlarımız həmişə də bizim Azərbaycanımızın həmişə şərəfini uzaq illərdə də, respublikamızda da şərəflə, layiqincə təmsil etməsinlər. Çox sağ olun. Hörmətli valideynlər, əvvəla sizi təbrik edirəm, sonra da uşaqlarımızı ki, burada bağçada tərbiyə alıblar, böyüyüblər, boya başa çatıblar. Mən onlara can sağlığı, sizə də can sağlığı, qoy həmişə bunlar bizim fəxrimiz olsun. Heç vaxt da bizim bağçamızı yaxdan çıxartmasınlar. Sizə can sağlığı arzu edirəm, uşaqlarımıza da hamımıza. Sağ olun. Əziz və hörmətli valideynlər, sizə can sağlığı arzulayıram ki, bu körpələri çox istədiyiniz kimi böyüdüb boya başa çatdırasınız. O gün olsun ki, böyük-böyük vəzifələr qazansınlar, xalqımıza xidmət eləsinlər, siz də sevinəsiniz. Xeyir işlərini, toylarını görəsiniz inşallah. Çox sağ olun. Salam, əziz valideynlər, nənələr, analar, atalar. Hamı evladının gözəl günlərini görür. Bugün olsun, 11-ci sınıf təhsil. 11-in məzun olur, ali məktəbə qəbul olsun. Sağ olun, gözəl günlərini görürsün, hamı. Bugün mən doğmuşam, Nağıl Bağçasından ürəkdən təşəkkür edirəm. Belki de tek Azərbaycanda yox, dünyada belə bir doğum var, yaxın, əziz, gözəl bağça ola bilməz. Çox təşəkkür edirəm. Biz uşaqlarımızı tam evdən və rahat həvalə edədiyimiz yerdir. Çox sağ olun, çox həyəcanlıyam. Sizə dəyərli təşəkkür edirəm Nağıl kollektivinə, hər birinizə. Hamımızın bizim uşaqlarımızın üzərində böyük əziyyəti var. Biz heç o hayatımızdan çıxartmayacağız sizin əziyyətinizi. Allah sizə möhkəm can sağlığı versin. İnşallah daha neçə illər sizin belə məzun günləriniz olsun inşallah. Çok sağ olun. Valideynlərə də uğurlar arzulayıram. Uşaqlarınız
Elnarə xanım bizim birinci müəlliməmiz, Mehriban xanım çox zəhmət oldu. Hamınıza təşəkkür edirəm. Gönçə xanım, Gülzar xanım, hamınıza təşəkkür edirəm. Bizim uşaqlarımız üstündə əziyyətimiz olub. Bütün valideynlərimizi təbrik edirəm Ləzimani biriydi. Onlara uğurlar arzulayıram və Nağıl Bağçasına gələcək işlərində müvəkkil həqiqətlər arzulayıram. Başqa. Sağ olun. Xanımı təbrik edirəm. Sevinç xanımı, Vəfa xanımı, Mehriban xanımı çox əziyyətli olub. Tüm kollektivi təbrik edirəm. Bizim uşaqları yəni ki, hamısına eləyirsin, uğurlar olsun, bu olsun. Çox sağ olun. Sevinç Ханым, я пришла, познакомилась с вами. Я очень поверила в вас, поверила в ваш коллектив и привела нашего Тауротчика к вам. Я его доверила вам. И сейчас я очень благодарна своей судьбе, что я встретила вас. Я очень довольна Вафа Ханым, вами, Мehriban Ханым. Большое вам спасибо, мы вам очень благодарны. И всем родителям, всем детям желаю счастья, здоровья, больших успехов, чтобы они были достойными членами не только своей семьи, но нашего Азербайджана, вас. И я надеюсь, что все эти дети в будущем покажут себя. И все мы будем этим рады и довольны и благодарны в конечном счете вам. Спасибо и большое вам спасибо за все. Sevinç Hanım kollektivine, çünkü bizim Kirova'mız Bağçadan mezun oldu, bir oldu, bir hazır oldu. Sevinç Hanım, sizin simanızda, bütün kollektivimize çok büyük teşekkür ederim. Çünkü bizim robotlarımız üzerinde hem fiziki hem intellektual yaşamda çok büyük emeğiniz oldu. Meğer gerek ki sizin bu Bağçanın direktörü olmanız, onu idare edemeniz Bağçanın belə inkişafına səbəb oldu. Çünkü siz hem ürəyinizi qoyursunuz, hem zəhmətinizi qoyursunuz uşaqlara, sevginizi verirsiniz. Kollektiv çok mehribandır, bizim valideynlərlə münasibətlər, hem uşaqlara münasibətlərində çok teşekkür edirəm. Sizə və sizin kollektivdə inkişaf eləsin, artsın, böyüsün. İnşallah uşaqlar və rəhbərdə sizin adınızı daşıyırlar, üzünüzü ağ eyləyərlər. Və gələcəkdə sizə, sizin Bağçanıza dair geçmiş ilişkin olsunlar. Çok sağ olun, sağ olun. Ben de bugün baxıram uşaqlarımıza fəxr edirəm. Çox sevinirəm ki, yolumuz nağıldan keçdi. Həm Cavadın, həm Fərəngin. Sevinç Hanım, siz başda olmaqla bütün müəllimlərə, bütün kollektivimizə təşəkkür edirəm. Çox əziyyət çəkmişsiniz, zəhmət çəkmişsiniz. İnşallah bundan da daha uzun illər bu uğurlarımız davam edəsin. Uşaqlarımız inşallah sağlam büyüsün və arzulayıram ki, məktəb illərində heç olmasa sizin kimi şanslar gətirsin, sizin kimi təhsil işçilərinin qarşılaşsınlar və davam edəsin uğurları. Təşəkkürlər arzulayıram. Mən də bugün çox həyecanlıyam. Birinci oğlanın birinci Bağçanı qurtarmasıdır. Başqa Sevinç xanım olmalı bütün kollektivizə təşəkkür edirəm. Əziyyətinizə görə. Ən böyük arzum öz babama nazir edirəm. Bugünkü kollektivin övladlarına da onu nazir edirəm ki, ən öndə əməli sahib olsunlar, sağlam olsunlar. Allah'ın buyurduğu kimi düzgün bəndə olsunlar. Ən böyük arzum budur. Bu olarsa yerisicə uğurlarla gələcək, hər şey yerində olacaq. Çox təşəkkür edirəm. Sağ olun.
Təbrik edirəm. Allah'ın başa bağlar olsun. Dövlətimizə, millətimizə xeyirli ömürlər olsun. Təbrik edirəm. Куда уходит детство, в какие города, и где найти нам средства, чтоб вновь попасть туда.